Salam əziz izləyicilər, uzun müddətdən sonra yeni podkast çəkilişi ilə qarşınızdayıq. Bugün yeni tərəf müqavilim var, Gülə xanım. Bugünkü qonağımız pedaqoq Təranə Mövsümovadır. Salam Təranə xanım, xoş Salam. gəlmisiniz. Sağ Salam olun, olsun. təşəkkür edirəm. Təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiniz. Siz sağ olun dəvət Bugünkü etdiyiniz üçün. mövzumuz inklüziv təhsildir. Bilirsiniz, hal-hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də xüsusi uşaqların sayında bir artım müşahidə olunur. Neyrofərqli uşaqlar artır, istər autizmli olsun, istər disleksiyalı uşaqlar olsun, diqqət eksikliyi hiperaktiv pozuntusu olan uşaqlar olsun və bu uşaqlar müxtəlif təhsil variantları seçirlər. Xüsusi təhsil olsun, ümumi təhsil olsun. Ölkəmizdə də müxtəlif təhsil modelləri var və onlardan biri də inklüziv təhsil modelidir. Bir pedaqoq kimi istərdim sizin fikrinizi alım. Ümumiyyətlə siz nə düşünürsüz? Bu fərqli uşaqlar neyrotipik yaşıdları ilə eyni siniflərdə təhsil almalıdırlar, yoxsa ayrı təhsil almalıdırlar? İstərdim bu barədə biraz bizə danışasınız. Demək, siz dediniz ki, müxtəlif modellər var. Bu modellərin olması da mən düşünmürəm, yəni bu belədir. Bu modellərin olması da təsadüfi deyil. Bu modellər ona görə var ki, ağırlıq dərəcəsinə uyğun sinifə yerləşdirilmə var. Və təbii ki, çox dərs prosesini pozacaq, ağır dərəcəli hər hansı bir problemi olan uşaq əlbəttə ki, ilk vaxtlardan, ilk dövrlərdən inklüziv sinifə düşünürəm ki, hələ ki hazır olmayan uşaq daxil olmamalıdır. Hazırlanmalıdır, hazır olmalıdır, sonra inklüziv sinifə daxil olmalıdır. Çünki sinifdəki hər biri uşaqdır. Tipik olsun, atipik olsun, fərqi yoxdur. Biz necə ki, atipik uşağın hüquqlarını qorumaq məcburiyyətindəyik, eləcə də tipik uşaqların hüquqlarını qorumaq məcburiyyətindəyik. Buna görədir bu. Fikriniz doğrudan çox maraqlıdır. Təşəkkür edirəm. Belə bir stereotiplər var ki, bağçalara və ya məktəblərə uşaq qəbul edərkən məktəblərin ya və yaxud da bağçanın reputaciyası zərər gətirə bilər. Bu barədə sizin fikrinizi bilmək istəyərdim. Mən düşünürəm ki, və bunu hər yerdə də deyirəm, öz səhifəmdə də bunu açıq-aşkar deyirəm. Hər biri bizim vətənimizin övladıdır. Və düşünmürəm ki, hansısa bir uşaq, hansısa bir bağçanın və yaxud da məktəbin və yaxud da şəxsi götürsək müəllimin imicini pozur. Mən bunun tamamilə əksini düşünürəm. Düşünürəm ki, rahat uşaqla, problemsiz uşaqla işləmək çox rahatdır. Və mənə görə əsl bağça, yaxşı müəllim həmin çətin uşaqla işləyə biləndir. Və əgər bir bağçadan danışım, əgər bir bağça kiçik yaşlarından bunu istəmirsə, böyük ehtimal burada bir təzyiq var. Ya digər valideynlərin təzyiqi var, biz istəmirik, bizim uşaqlarımız narahat olur. Niyə valideynin təzyiqi var bəs? Çünki valideyn də yetəri qədər maarifli deyil. Bizim də işimiz həmin valideynləri maarifləndirməkdir. Və bunun üçün də məsələn iclaslar təşkil eləmək olar həmin valideynlərlə və yaxud da bəri başdan məlumat vermək olar və yaxud da uşağı düzgün təqdim etmək olar. Bu da çox önəmlidir. Növbəti sual da elə bu haqdaydı ki, deyək ki, bir sinifə xüsusi uşaq və yaxud da xüsusi uşaqlar gəldi. İstər bağça, düzdür, burada yaş fərqləri var. Bağçada uşaqlar bir qədər balaca olur, məktəbdə daha böyük yaş olur. Həmin uşaqları xüsusi yaşıdları haqqında, şagird haqqında məlumatlandırmaq lazımdırmı? Əgər məlumatlandırmaq lazımdırsa, sinif müəlliməsi bunu necə etsə daha doğru olar? Məncə, əlbəttə ki, məlumatlandırmaq lazımdır, mütləq. Çünki ola bilər ki, uşaq və belə bir cümlə işlədim, uşaqlar bizim kimi deyirlər. Biz hardasa böyüklər olaraq uşağın davranışını, hər hansı stereotip hərəkətini, səsini belə anlaya bilirik. Amma uşaq biraz daha qəddar olur, anlamır bunu.
anlamadığına görə qəddar olur və soruşur. Sən niyə belə səs çıxarırsan? Müəllimə o niyə belə eləyir? Nə oldu ki ona? Bəri başdan məlumatlı olması digər uşağa görə də, özünə görə də çox sağlamdır. Amma bu necə məlumatlandırma olmalıdır? Digər uşağın, yəni xüsusi uşağın şəxsiyyətini alçatmadan gəlib sinfimizə biraz problemləri var. Sən loru dildə uşaqla danışırmış kimi deyirəm. Gəlib sinfimizə biraz problemləri var. Problemlərini də istəyir ki, bizimlə bir yerdə öhdəsindən gəlsin. Biz də ona dəstək olmalıyıq. Mən dünya təcrübəsinə məlum olan və bir çox müəllimin istifadə etdiyi dalğa metodunu hər kəsə məsləhət görürəm. Bu dalğa metodu nədir? Şagirdi şagirdlə sağaltmaq. Bu nə deməkdir? Əgər xüsusi bir uşağın qələmi yerə düşürsə, müəllimin qələmi yerdən götür deməyindənsə, öz yoldaşının qələmin yerə düşdü, qələmi yerdən götür deməyi daha məqsədə uyğundur. Və yaxud da hətta müəllimlərdə belə bir cümlə də olan zaman hər şey daha yaxşı ola bilər. Şagirdinə deyir ki, bunu mən istifadə etmişəm bu cümləni şagirdimə. Şagirdimizə deyirik ki, əgər ayaq yoluna getmək istəyirsənsə, yaxınlaş məsələn Əliyə, deyən ki, Əli, mən səninlə getmək istəyirəm ki, sabah da Əli ayaq yoluna getmək istəyəndə səndən çəkinməsin. Eyb yox, özünü tam doğru ifadə etməyə bilər. Amma ən azından sənin əlindən tutsun ki, səndən gedək. Bu tipli əməkdaşlıq yaranan zaman sinifdə biz birinci sinifdə gördüyümüz isterik hərəkətləri ikinci sinifdə görmürük. Üçüncü sinifdə ümumən qalmır və dördüncü sinifdə nitq olaraq da, anlama olaraq da, zəka olaraq da nə qədər irəli getdiyimizi hiss edə bilirik. Və dediyiniz metod haqqında mən də oxumuşdum ki, həm yaşıd tutorluğu adlanırdı mən oxuduğum məqalələrdə. Xaricdə, digər ölkələrdə çox aktiv şəkildə istifadə olunur və tutor böyük bir müəllim və yaxud da instruktor oturmurdu uşağın yanında. Müəyyən bir yaşıdı əyləşdirilirdi. Əvvəlcədən həmin uşağın valideynlərinə də məlumat verilirdi ki, sənin övladını hazırlayırıq. Bu xüsusi övladın tutoru olacaq və o uşaqları da xüsusi seçirdilər. Müəyyən bacarıqlarına görə bir liderlik bacarıqları, bir qayğıkeşlik bacarıqları yüksək olan uşaqlardan seçilirdi həmin uşaqlar və xüsusi uşağın yanında oturub siz deyən kimi müəyyən problemlərində kiçik dəstəklər göstərərək onu elə bir sinif həyatına adaptasiya edirdi. Mən onu oxuyanda çox maraqlı gəlmişdi və düşünmüşdüm ki, kaş bizim də siniflərdə belə bir metod tətbiq olunardı. Bu metodlar artıq özəl məktəblərdə deyə bilərəm ki, olur. Mən böyük oğlum olub tutor. Fərqli bir məsələlərdə hansısa uşaq dərslərində biraz zəifdirsə, onunla tutorluğu ediblər. Bu iş yerlərində də artıq tətbiq olunur. Ona tutor yox, badi deyirlər. Bir insan işə qəbul olarkən onun 3 ay müddətində, adaptasiya müddətində badisi olur və hər bir hansı məsələ fərqi yoxdur. Hansı məsələdirsə, badisində məsləhət görür və sizə deyim ki, bu adaptasiya dönümü üçün mükəmməl bir metoddur. Həqiqətən də çox yaxşı kömək. Əgər sizə maraqlıdırsa, Almaniya təcrübəsindən danışa bilərəm. Təbii ki, danışın. Demək, mən Almaniyada xüsusi bir məktəbdə təcrübədə oldum. Təcrübədə bir xüsusi sinfə girdim, xüsusi uşaqların olduğu sinfə girdim və belə bir şey göstərdilər. Demək, 7-ci sinifdə oxuyan bir uşaq və 2-ci sinifdə oxuyan bir uşağın şəkilləri yan-yana divarda asılmışdı. Və divarda bir çox uşaqların şəkilləri asılmışdı. Bizə belə izah elədilər ki, bu 7-ci sinifdə oxuyan uşaq 2-ci sinifdə oxuyan uşağın tutorudur deyək sizin dilinizlə desək. Yəni dalğa metodunu o həyata keçirir. Amma nə zaman? Dərs zamanı yox. Hər kəs öz dərsini keçir. Və çox böyük məktəb idi.
Yəni o qədər böyük idi ki, xüsusi siniflər də ayrı idi, inklüziv siniflər də ayrı idi. Tam olaraq ümumi təhsil tərəfləri də ayrı idi deyək. Və onların gül əkmək lazımdır məsələn və yaxud da göstərdilər ki, at sürmək lazımdırsa əgər, həmin o 7-ci sinifdəki uşaq gəlir, 2-ci sinifdəki uşağı götürür və birlikdə gedirlər at sürməyə və yaxud da gül əkməyə birlikdə gedirlər. Artıq xüsusi qayğıya ehtiyacı olan uşaq bilir ki, onun indi bilmirəm onların dilində nə deyirlər, mən öz dilimizdə deyim. Dostudur, bacısıdır, yaxınıdır. İndi hər necə müraciət eləyir bilmirəm. Bu tipli müraciət olunurdu. Mən o zaman görmüşdüm orada. Və mən orada da bildirdim ki, mən özüm şəxsən bunu edirəm zaten. Amma böyük uşaqlarla yox. Bunu öz sinifin içərisində etmək düşünürəm ki, daha məqsədə uyğundur. Sinif içərisində etmək. Və belə bir nüans da gördüm mən orada. Demək, sinifdir. Sinifdə oturmuşuq, hamımız dərs keçirik və sinifin yanında digər bir otaq var. Həmin otaqda da oyuncaqlar var, uşağın istifadə etdiyi hər hansı bir ləvazimat var. Həmin uşaq 2 sinif arasında qapı var. Uşaq istədiyi zaman gəlib öyrədirlər təbii ki, onu da sakitcə dərsi dinləyə bilir. Əgər hiss eləyir ki, sıxılır, üzülür və yaxud da emosiyalarına hakim ola bilmir və çıxır gedir həmin otaqda oturur və həmin otaqda da təbii ki, onu qoruyan, onunla işləyən özəl bir müəllim olur və o istədiyi vaxt qatılır sinifə. Bunu da mən orada gördüm. Bəli, resurs siniflər, xüsusi siniflərdə mən də oxuduğum məlumatlarda belə idi ki, məktəb daxilində ümumi təhsil məktəbində ayrıca bir sinif olur. Ona ruslar resurs sinif deyirdilər. İndi bizdə inteqrasiya sinifləri də demək olar. Həmin siniflərdə müəllimə olurdu, amma xüsusi təhsil müəllimi olurdu orada. Və həmin sinifə əslində müxtəlif siniflərdən olan uşaqlar, hər bir elə bir xüsusi uşağın öz sinifi olurdu. Əsas sinifi tutaq ki, 1-ci sinifdən, 2-ci sinifdən, 5-ci sinifdən öz əsas sinifləri olur. Amma həmin inteqrasiya sinifinə də onlar daxil olurlar. Əsasən də o söhbətin əvvəlində dedik, davranış problemləri göstərən uşaqlara daha çox aid edilirdi ki, hansı ki uzun müddət otura bilmirlər əsas sinifdə. Onlar həmin siniflərdə əsas dərsləri keçirdi, xüsusi müəllim, pedaqoq onlarla məşğul olurdu. Digər daha yüngül, məsələn, əmək dərsləridir, musiqi dərsləridir, rəsm dərsləridir, daha rahat dərslərə inklüziv elə bir təhsil modeli tətbiq olunurdu. O həmin sinifə gedirdilər. Amma hamısının sinif yoldaşları olurdu. Hamı bilirdi ki, bu bizim sinifin uşağıdır, xüsusidir. Həm də onun orada öz sinifi var, hardakı əsas dərslərlə orada daha sakit, sensor cəhətdən daha uyğun bir mühitdə, onun belə deyək də bacarıqlarına uyğun bir mühitdə məşğul olur. Bu təcrübə də çox yaxşı təcrübədir və mən baxdığım bir çox ölkələrdə aktiv şəkildə tətbiq olunur. Bəs belə hallar gətirib çıxardır ki, belə hallar olur ki, daha doğrusu siniflərdə bullyinqə məruz qalırlar uşaqlar. Siz nə düşünürsünüz bu haqda? Bəlkə bu danışdığımız metodlar azaldır o bullyinqlara, dəstək olurmu? Nə dərəcədə dəstək olur? Əlbəttə ki, hər bir metod müəyyən qədər sinifə dəstək olur. Amma mən bullyinqi fərqli cür düşünürəm. Metodlu və yaxud da metodsuz. Düşünürəm ki, bir uşaq əgər cəsarət edib bir müəllimin sinifində digər uşağa bullyinq tətbiq edirsə, xüsusən də ibtidai siniflərdə bu artıq birbaşa müəllimlə bağlı problemdir. Hətta. Düşünürəm ki, nəzarət ola bilsin ki, azdır və digər uşaq buna cəsarət edir. Ya maarif azdır, ya da nəzarət azdır. İkisindən biri. Doğru. Və yaxud da müəllim bunu görür, amma tutaq ki, görməzlikdən gəlir. Və hətta belə bir hallarla da rastlaşa bilərik ki, müəllimin özü də həmin uşağı sinifdə istəmir. Sadəcə heç nə deyə bilmir deyək və
özü də bilmədən buna şərait yaradır. Çünki uşaq mənə görə elə bir varlıqdır ki, uşaq müəlliminə çox oxşaya bilir zamanla. Bəli. Müəllimi necə danışırsa, necə rəftar eləyirsə, o uşaqlara necə qayğı göstərirsə, bir müddətdən sonra sinifdə o uşağa elə qayğı göstərir. Məsələn, təcrübədən danışsaq əgər, hamımıza müəllim şeir verib və istəyir ki, şeiri hər kəs çıxsın, danışsın. Sual verir ki, kim şeiri öyrənibdir? Və yaxud da şeir olmasın, hər hansı bir şey olsun, fərqi yoxdur. Kim şeiri öyrənibdir? Hər kəs əlini qaldırır. Sinifimizdəki həmin uşaq, adını qoyaq Əli, Əli əlini qaldırmır. Və müəllim deyir ki, uşaqlar Əli də öyrənib. Aha. Amma nəsə biraz sanki utandı, əlini qaldırmadı. Əli sən də gəl. Əli də bəlkə xəbərsiz, bəlkə xəbəri yoxdur heç. Çünki çox uzun danışan da bilirsiniz, problemli uşaqlar çox da elə anlaya bilmirlər ki, hələ ki fokuslanmışam bu arada autizm spektr pozuntusu olan uşaqlar, əziyyət çəkən uşaqlara, hələ ki digər hiperaktivə, disleksiya heç qətiyyən onlardan danışmıram. Ancaq hələ ki autizm haqqında danışıram. Tutaq ki, Əli bunu anlamadı ki, müəllim nə demək istəyir. Amma Əli başa düşdü. Əli, gəl yanıma. Gəldi Əli. Mən dedim, Əli dedi. Mən dedim, Əli dedi. Uşaqlar gördünüz, Əli şeirini dedi. Xahiş eləyirəm, necə ki digər uşaqları alqışlamışdınız, Əlini də alqışlayın. Bu bir metod deyil. Bu sadəcə bir yanaşmadır. Yanaşmadır. Müəllim yanaşmasıdır. Buna heç bir beynəlxalq bir metoddan istifadə lazım deyil. Sadəcə biraz vicdan lazımdır. Onları önə çəkmək üçün. Biraz diqqət lazımdır önə çəkmək üçün. Dəftərinə 2 yazmaqla, qırmızı vurmaqla, sən yaza bilmirsən, yaşıdlarına çata bilmirsən deməklə biz nə isə dəyişə bilmirik. Mən autizm uşağa bunu çox deyə bilərəm ki, sən niyə yaza bilmədin, sən niyə eləyə bilmədin? Mənim bu deməyimlə onsuz ki eləyə bilməyəcək. Əksinə, Daha da geri gedəcək. emosional olaraq daha da geri sala biləcəm onu. Daha da qapanacaq. Daha da qapanacaq, bəli. Amma biraz ki önə çəkirəm, o zaman daha yaxşı olur. Önə yaşıdlarını alışması, yaşıdları ilə birlikdə işləməsinin ən gözəl fənni texnologiya fənnidir. Fizik tərbiyə fənnidir, təsvir incəsənət fənnidir. O bayaq dediyim daha bunlar çox gözəl fənlərdir. Bəli. Bunlarla biz məsələn Azərbaycan dili və riyaziyyat fənnində biz bunu çox eləyə bilmirik. Bəli, Çünki bizim bəli. bir öhdəliyimiz var. Biz dərsimizi keçməliyik, müəyyən 45 dəqiqə ərzində normativləri bəli yerinə yetirməliyik və həmin dərslərdə insanda biraz gərginlik də yüksək ola bilər. Amma texnologiya dərsində bu rəsmə də yəqin ki, aiddir. Rəsm bəli, dərsində. təsvir incəsənətə də aiddir. Bir yerdə oturub daha yaxşı işləyə bilirik. Bəli. Bir də Tərnə xanım sizə bir dənə də sual verirəm. Gördüyüm metod haqqında bilmirəm bu barədə məlumatınız var. Bəlkə nə vaxtsa tətbiq eləmisiniz və yaxud da görmüsüz hansısa siniflərdə tətbiq olunur. İnklüziv təlim haqqında mən seminarda iştirak eləmişdim. Orada müəllim xor metodundan danışırdı, xorla öyrətmə metodundan. Mən o metodu çox bəyənmişdim görəndə. O indi dediniz bayaq o şeir, birin siz dediniz, birin o dedi. Ta ki sinifdə xüsusi uşaqlar var, onlar indi bilmir, şeiri bilmir və yaxud da sualın cavabını bilmir. Orada məsələn riyaziyyat üzərindən də göstərirlər. Ta ki 5 + 3 müəllimə yazır lövhəyə və xorla soruşur. Əvvəlcə özü ipucu verir, sonra sinifdən hamı bir neçə dəfə xorla cavab verir. Sonra dəqiq bildiyi uşaqları qaldırırdı, onlar cavab verirdi və təqribi bir 5-6-cı, hətta bəlkə 10-cu dəfədən xüsusi uşaqdan soruşurdu və artıq o 10-cu dəfədir eyni cavabı eşidir, o qalxıb cavabı deyirdi və siz dediniz həm o inklüziv mühit təmin olunurdu, həm də uşaq təkrar sayəsində o digər tək xüsusi uşaq, o digər uşaqlar da sanki daha yaxşı qavrayırdı məlumatı, daha bu vurma cədvəlinə, toplama, çıxma, belə bir də dərslərdə tətbiq edirdilər. Mən görəndə çox xoşum gəlmiş. Bu barədə məlumatınız varmı? Ya tətbiq edirsinizmi, nə vaxtsa etmisinizmi? Yəni bu sual təsadüf oldu, yaxşı oldu. Hardasa bir 2 günmü, 3 günmü bundan öncə
mən sırf oxudan danışmışdım. Xor oxunun önəmini səhifəmdə paylaşmışdım. Əvvəla xor edilən hər şey duyğunu dəyişir. Bu nə deməkdir duyğunu dəyişir? Bunu daha çox mən oxuma problemi olan uşaqlarda tətbiq eləyirəm. Uşağa deyən zaman ki, gəl oxuyaq, avtomatik uşağa hansı duyğunu veririk? Oxuma duyğusunu. Və oxuma da onun üçün çox ağır bir proses olduğu üçün oxuya bilməyən uşağa və avtomatik o duyğunun altında loru dildə desə əzilir. İstəmir. İstəmir. Amma və belə bir atalar sözü də işlətmişdim ki, ellə gələn toy bayramdır, bərabərdir xoroxu. Belə bir söz demişdim. Yəni xoroxu zamanı isə uşaq bu duyğunu hiss eləmir. Heç uşaq bilmir ki, müəllim səndən 5 üstə gəl 3 soruşdu və yaxud da orada yazılanı soruşdu. Hər kəs deyir deyə uşaq da deyir. Bunu da necə daha belə yaxşı başa salmaq üçün izləyicilərə bunu belə deyə bilərəm. Himnimizlə. Girdik sinfə. 30 şagirdimiz var. Hər kəs qalxdı ayağa, himnimizi oxudu. Amma cəmi 15 uşaq bilir himnimizi. Yerdə qalan 15 uşaq bilmir. Amma hər gün bu proses təkrarlanır. Hər kəs ayağa qalxır və hər kəs himnimizi oxuyur. Və bir aydan sonra 15 uşaq olur 25 uşaq. İkinci ayda bütün sinif himnimizi oxuyur. Çünki orada duyğu nəyisə soruşmaq, nəyisə öyrənmək, nəsə tələb etmək deyil. Duyğunu dəyişdiyin an öyrənmə dəyişə bilir. Sizin oxuduğunuzda da sadəcə duyğu dəyişimi eləyiblər əslində. Eyni şey eləyiblər, amma duyğu dəyişimi eləyiblər. Əlbəttə ki, tətbiq edirəm. Mütləq tətbiq edirəm. Bu mənim ən çox tətbiq etdiyim sadəcə xor baxımından yox, ümumən duyğularla işləyirəm. Yəni uşağın duyğuları ilə işləməyi sevirəm, çünki bilirəm ki, məni ən çox önə aparacaq odur. Maraqlı metoddur. Yaxşı Bəli. olar Mən ki, onu hə, görəndə çox mən pedaqoq deyiləm, amma görəndə çox maraqlı gəlmişdi mənə. Düşündüm ki, bunu istənilən sinifdə tətbiq edib uğur əldə etmək olar o doğrudan da cəhətdən. bunların hamısı yazılmış bir qayda olmaya da bilər də. Yəni bu yəqin ki, pedaqoqun öz Yanaşma. yanaşmasından Yanaşmanız ki, düzgün olsa. daha doğrusu bu sinifdə hansı gedirsə, bu kimdəsə xor metodu və s. tətbiq etməyə doğrudan da mən indi Əgər sağlam mühit bir sinifdə yoxdursa, ən yaxşı metodu da tətbiq edən zaman bəli, heç bir işə effektini də yaramır verməyəcək. onsuz. Yəni ona görə də nəyə görə tətbiq etdiyin önəmlidir və bunu şuurlu şəkildə etməyin önəmlidir ki, mən nəyə görə bunu tətbiq eləyirəm? Kimdənsə geri qalmaq üçün yox. Mən uşağı cəmiyyətə qazandırmaq üçün tətbiq eləyirəm və analara da deyirəm bunu mən. Deyirəm ki, mən sizi başa düşürəm. Siz bir sinifə yerləşdirmək istəyirsiniz. Amma bəri başdan müəllimi də məlumatlandırın ki, müəllimə mən sizdən çox bir şey gözləmirəm. Bəli. Yəni mən tələb eləmirəm, gözləmirəm yox. Tələb eləmirəm onsuz ki. Amma mən istəyirəm ki, mənim uşağım cəmiyyətə qazansın. Bəli. Cəmiyyətdə özünə bir yer tapsın bu uşaq. Bu çox önəmlidir. Bu barədə mən də tez-tez danışıram ki, əsas odur ki, yəni vurma cədvəli biləcək, onu biləcək, əzbər. Amma cəmiyyətdə öz yerini tapmaq bu ayrı bir. Bunun da hər bir yanında olan insanın bir əməyidir. Bu olsun pedaqoq, valideyn, dost və s. Hərə bir damcı edərkən uşaq da yəqin ki, cəmiyyətdə öz yerini tapacaq. Bəs dərsləri soruşarkən bu fərqli uşaqları, problemli uşaqlar yəqin ki, olur ki, hazırlıqsız gəlirlər. Uşaqlar da yəqin buna fikir verir ki, falan uşaq yenə hazırlıqsız. Bunun qabağını necə almaq olar? Əslində bayaq o şeir məsələsində bunu dedim əslində. O zaman indi də yazıdan danışım. Bayaq şeirdən danışmışdım. Yazı zamanı digər uşaqlar artıq məsələ yazan zaman, məsələni özləri həll edən zaman o uşaqlar bəzən üzdən köçürmə eləyirlər, bəzən bizim yazdığımızı kopyalayırlar. Əsas düşünürəm ki, əsas olan odur ki, hər kəs bu sinifdə işləsin. Heç kim boş qalmasın. Bu çox önəmlidir. Əgər digər şagird də görsə ki, o uşaq da işləyir. Çox bir problem yaşamırıq adətən, əgər uşaq işləyirsə. Bunun işləməyi üçün də
bəri başdan sinifi məlumatlandırdığımız üçün və əlinin bu problemi olduğunu dediyimiz üçün zaten uşaqlar əliyə pis yanaşmırlar. Amma əli boş qalan zaman əlidə müəyyən davranışlar sərgiləyə bilir xoşa gəlməyən. Uşaqlar da onun boş qalmasından ola bilsin ki, çox sıxılırlar, narahat olurlar və hətta başa düşməyən bir uşaq da ola bilər ki, yox, heç nə yazmır, amma mən yazıram. Amma o da nə iləsə məşğul olan zaman heç bir problem olmur. Məşğul olduğu da nədir? Bir məsələn hərf verərsən yazar, bildiyi toplama çıxmadan verərsən yazar və yaxud da balaca bir mətn qoyarsan qarşısına köçürmə eləyə bilər. Bunlar olanda problem yaşamırıq. Bir də Tərənə xanım, indi biz əsasən danışırdıq xüsusi uşaqlardan, onlar üçün nələr etməliyik. İnklüziv təhsilin də xüsusi uşaqlar üçün faydalarından çox danışılır. Bu kifayət qədər elmi araşdırma var bunun üzərinə ki, inklüziv təhsilə cəlb olunan xüsusi uşaqlar sonradan daha yaxşı nəticələr göstərirlər. Bəs neyrotipik yaşıdları üçün, tipik uşaqlar üçün bunun faydası nədir? Ümumiyyətlə faydası varmı? Varsa nədir? Siz öz təcrübənizdə görmüsünüzmü? Bunlardan biraz bizə danışsaz. Uzun illərin sözüdür, bəlkə də 7 ilin, 8 ilin sözüdür. Artıq məndə sözdən çıxıb, cümlədən çıxıb şüara dönüb. Mənim şüarım bu olub ki, həmişə o uşaqların sinifdə olması tipik uşaqların ən böyük şansıdır. Həmişə demişəm. Bunu tipik uşaqların valideynlərinə də demişəm. Bunu ictimaiyyətdə də açıq-aşkar deyirəm. Biz indi biraz daha emosional tərəfindən baxsaq, insan bu həyatda heç nədən qaranti almayıbdır. Və Əsmər xanım da dediyi kimi, ildən ilə də çox təəssüf eləyirəm ki, sayımız arta bilir. Artır yəni bu say arta bilir. Və artdıqca da o uşaqların da gələcəkdə, tipik uşaqların da gələcəkdə atipik uşaqlarla və yaxud da insanlarla işləməyəcəyi, yaşamayacağı, görməyəcəyini mənasına gəlmir. Bu həm uşağın böyüməsi üçün çox vacibdir, həm də uşağı gələcəyə hazırlamaq üçün çox vacibdir. Sabah avtobusda, sabah hər hansı bir ictimai bir yerdə, parkda həmin uşaqları görəndə ona vağa gəlməyəcək. Əksinə, o dəstək olmaq istəyəcək. Və yaxud da olur belə hallar. Birinci uşaq tam yaxşı olur, ikinci uşaq biraz problemli olur. Onun o tipli bacısı, qardaşı olduqda artıq təcrübəli olacaq. Və bundan əlavə mən düşünürəm ki, həmin atipik uşaqlar bizə ən yaxşı mərhəməti öyrədirlər. İstər böyüyə, istər kiçiyə. Onlar bizə saflığı göstərir. Onlar bizə kimisə incitmədən necə ayaq üstə dayanmağı göstərir. Ona görə də bir də bu sözümün üstünə gəlirəm. Sadəcə düzgün maarifləndirmək. İstər digər valideynləri, istər sinifdəki tipik şagirdləri, ən əsası isə həmin əlinin, şagirdin öz valideynini. Ən çətin proses budur. İstərdim ki, sonda Tərənə xanım siz pedaqoq kimi bir neçə məsləhətinizi verəsiniz. Həm sinif müəllimlərinə, hansı ki, sinifində xüsusi uşaqlar var, həm də xüsusi uşaq valideynlərinə, hansın ki, övladı bu il istər birinci sinif, istər digər siniflərə, yəni məktəbə başlayacaq, məktəbə gedəcək. İstərdim bir-iki kəlmə onlara öz tövsiyələrinizi verəsiniz. Ən böyük problemlərimizdən biri, valideynlər haqqında danışsaq, ən böyük problemlərimizdən biri, dəfələrlə yaşadığımız problem, valideyn ağırlığı qəbul eləyə bilmir, qəbul etmir. Bunu bir ana olaraq başa düşürük. Əgər sən bu sinifdə artıq sinifə ayaq qoymusansa və bu prosesə başlamısansa,
qəbul etməlisən, yolun yoxdur. Və ikinci bir tərəf ən çox yaşadığımız problemlərdən biri valideynin müəllimə böyük problem yaşatması. Təsəvvür edin ki, müəllimin hər addımı, hər hərəkəti, hər baxışı belə bəzən problem ola bilir. Niyə elə baxdı, niyə belə güldü, səsini niyə yüksəltdi, niyə bu tipli çağırdı uşağı, şəkildə niyə belə elədi? Və bunu xüsusi uşağın anası edən zaman artıq müəllimdə də sağlamlığın bəzi şeyləri dəyişə bilir. Çox təəssüf eləyirəm ki, bunu bütün müəllimlər bəlkə də yaşayıblar. Amma həmin uşaqların anaları bizə dəstək olan zaman müəllimə yalnızdayıq, müəllimə bilirəm, mənim uşağım çətindir, mən də istəyirəm ki, sizə dəstək olum. Müəllim də başa düşəndə ki, ana da əziyyət çəkir, müəllim də deyəndə ki, mən də istəyirəm sizə dəstək olum. Gəlin birlikdə əməkdaşlıq eləyək, nə edə bilərik, necə bir yardım, fərqli bir yardım da ala bilərik. İkimiz bir yerdə işləyən zaman müəllimin də işi çox rahat olur, çox axarında olur. Valideynin də işi çox axarında ola bilir. Belə nəticəyə gəlirik ki, uğurlu məktəb yolu üçün, ümumiyyətlə uğurlu təhsil yolu üçün müəllim, uşaq, valideyn üçbucağı. Üçbucağı mütləq işləməlidir. Onsuz Mən alınmır. arada belə bir cümlə işlədirəm ki, biz bu üçbucağı çox səhv başa düşmüşük. Bu üçbucaq biz belə başa düşmüşük ki, mən valideynə şikayət eləyəcəm, valideyn məndən başqalarına şikayət eləyəcək. Bəli. Və ortada əziyyət çəkən yenə uşaqdır. Bəli. Və mən analar tanıyıram ki, çox cüzi bir problemdə uşağı sinifdən çıxaran analar tanıyıram. Dözə bilməyən analar tanıyıram. Müəllimi anlamayıb sinifdən gedənlər və yaxud da müəllimin də valideyni anlamadığı yerdə artıq iplər qopur. Təsəvvür eləyin ki, heç kimi anlamır. Yenə də əziyyət çəkən kim Yenə olur? də əziyyət çəkən uşaq. Uşaq olur. Bəlkə də o uşaq çox yaxşı olacaqdı, bəlkə də o sinifdə həqiqətən çiçək açacaqdı. Həmişə məsələn bu sinifdən çıxarmaq məsələsinə də toxunsam əgər, çünki çox sadə şeylərdən də mən müəllimlərlə danışan zaman müəllim danışır və valideynin özü də mənə dəfələrlə danışıbdı. Valideyn qəbul eləyən zaman ki, biz müəllimə filan sinifdən çıxmışıq. Səbəb nədir? Həmişə soruşuram, səbəb nədir? Niyə çıxmısınız? Elə bir səbəb deyir ki, mən həmişə valideynə deyirəm ki, bu bütün uşaqlara aiddir. Söhbət əsla xüsusi uşağın anasından getmir. Bütün uşaqlara aiddir, bütün valideynlərə aiddir. Deyirəm ki, anaya, sən əslində uşağına nə öyrədirsən? Adi bir problemdə qaçmağı. Bəli. Mübarizə öyrətmirsən Bəli. uşağa. Doğru. Deyirsən ki, gəl buradan qaçaq. Getməyə nə var ki? Onu düzəltmək lazımdır. Və biz getməyi çox adiləşdirmişik. Xoşum gəlmədi sənin bir baxışından, sənin bir hərəkətindən və yaxud da mən sənin hər hansı bir hərəkətini səhv başa düşdüm, mən getməliyəm deməli. Yaşayırıq bu halda. Məsləhətiniz nə ola bilər? İndi yeni tədris ilə başlayırıq. Ən çox da əziyyət çəkənlər birinci siniflər olacaq. Valideynlər üçün dediyimiz bu adaptasiya dövrü neçə müddət? Məsləhətim budur ki, adaptasiya dövrünü sadəcə şagird keçmir. Adaptasiya dövrünü valideyn də keçir, siz də keçəcəksiniz. Bunu müəllim də keçəcək. Və biz burada bir şeyi unuduruq. Müəllimin adaptasiya dövrünü keçdiyini biz anlamırıq. Biz bunu unuduruq. Müəllim yepyeni üzlərlə qarşılaşır. Bəli. Yeni uşaqlarla qarşılaşır və onun sinifində xüsusi uşaq var. Müəllim o uşağı da razı salmağa çalışır, digər uşaqları da razı salmağa çalışır. O uşaqların da dərsini deməyə çalışır, digər uşağa da dəstək olmağa çalışır. Və çox müəllimdə yaranan bir hissi danışacağam sizə. Müəllimdə necə bir hiss yaranır? Düşünün ki, sinifdə xüsusi uşaq var, uşaqlar var və yaxud da və müəllim istəyir ki, dalğa metodunu, bayaq dediyim dalğa metodunu tətbiq etsin və şagirdi şagirdlə sağaltsın. Amma
Müəllimi o qədər gərgin saxlayırıq ki, narahat saxlayırıq ki, və xüsusi uşaqlara görə müəllim yaxşı dərsi, məsələn deyirəm, keçə bilmir və avtomatik digər uşaqlar itirir. Digər uşaqları itiririksə əgər, o sinifin necə bir önəmi qaldı o zaman? Bəli. Biz onu itirməmək üçün yaxşı dərsimizi də keçməliyik. Yaxşı dərsimizi də keçmək üçün bizə sağlam mühit lazımdır. Bu sağlam mühiti də təşkil eləyən özümüzdən əlavə valideyndir. Valideyn əməkdaşlığıdır, düzgün əməkdaşlıqdır. Valideyn də həmin adaptasiyadan keçir. Biz bir il, 1-ci sinif mənə görə adaptasiya üçün ən çətin sinifdir. 1-ci sinifdə əgər bir-birimizə düzgün şəkildə dəstək ola bilsək, müəllimin hər addımını, hər sözünü böyütməsək və yaxud da müəllim valideynin hər addımını, hər sözünü böyütməsə, bir mehribanlıq yarana bilsə ortada, 2-ci sinifdə inanın ki, o qədər hər şey yaxşı olur ki, bunu mən həmişə deyirəm ki, 2-ci sinifə qədərdir bütün problemlər. 2-ci sinifdən sonra hər şey düşür axarına, yaxşı olur, yaxşı gedir. Bir sualım da var, yəqin ki, son sual olar. Siz necə düşünürsünüz? Bir problem yaranırsa, misal şansı pedaqoq tərəfdən görülən bir problemdə, bu barədə dərhal valideynə şikayət kimi yox, hansısa bir problemin üzərində işləməliyik. Mən bugün bunu müşahidə etdim. Yaxşı olar ki, bu metodları, bunu dərhal valideynə demək lazımdır və yaxud 1-2 analiz edib, müşahidə edib, ondan sonra demək lazımdır. Hansı daha yaxşıdır? Sizə belə bir cümlə ilə cavab verə bilərəm ki, əsl pedaqoq şagirdindən şikayət etməz. Çünki mən bilirəm ki, problemli və yaxud da problemsiz. Mən bilirəm ki, o körpədir, o uşaqdır və yaxud da onun problemləri var və yaxud da bilmirəm. Ailə bizə nəyi göstərirsə biz onu görürük. Kim bizə nəyi göstərirsə biz onu görürük. Sinifdə belə uşaqlarla da rastlaşa bilirik. Şiddət göstərən, başqasını incidə bilən, həm psixoloji, həm də fiziki şiddət göstərə bilən uşaqlar var. Və bunun biz çox zaman, təbii ki, istisnalar var, çox zaman ailədən gəldiyini bilirik. Amma ailə ilə danışan zaman, ailə bizdə əsla belə bir şey yoxdur. O kimdən öyrənib, mən bilmirəm kimi cavablar da ala bilirik. Mən həmkarlarıma belə bir tövsiyə eləyə bilərəm ki, hər dəfə də eləyirəm ki, həmişə çalışın, problemi sinifin içərisində həll eləyə bilin. Əgər problem o qədər qabarıq olsa ki, artıq mən də həll eləyə bilmirəm, artıq təbii ki, valideyni məlumatlandırmaq lazımdır. Valideynə səs atıram, valideyni görüşə çağırıram və yaxud da valideynlə telefonda danışıram. Heç bir fərqi yoxdur. İlk cümləmiz belə olmalıdır. Şikayət üçün zəng eləməmişəm. Narahat olmayın. Mən sevdiyim söz. Ürəyinizi sıxmayın, narahat olmayın. Hər şey yaxşı olacaq. Mən sadəcə zəng eləmişəm ki, və yaxud da görüşmək istəmişəm ki, nə edə bilərik? Nə edək? Artıq bu çoxdandır bu hal baş verir və mən düşündüm ki, özüm bunu həll edə bilərəm, amma artıq gücüm qalmayıb, həll eləyə bilmirəm. Gördüm ki, bu məni aşır. Sizlə necə həll eləyə bilərik? Bir neçə variant verə bilərəm, valideyndən aldığımız variantlar. Müəllimə belə davam eləsə, onda mən sinifdə saxlaya bilməyəcəm variantı. Müəllimə çox məyus oldum, belə gözləmirdim. Elə bilirdim ki, sinifdə hər şey çox yaxşıdır. Heç bilmirəm nə edə bilək. Və yaxud da belə bir valideyn, nadir rastlaşdığımız bir valideyn yanaşmasıyla da rastlaşa bilirik, nadir olsa da. Müəllimə, siz nə deyirsinizsə onu eləyək. Təki bu uşağı cəmiyyətə qazandırıq. Çox nadir yanaşma görmüşəm. Daha çox müəllim şikayət yox, məlumat belə versə, daha çox onda mən bu sinifdə saxlamayacağam. Və yaxud da o zaman bir yoldaşıma deyim, yoldaşım da, ay müəllimə, yoldaşım da hissləndi ki,
axı bu uşaq evdə bunu eləmir. Yəni hirsləndi və yaxud da hirslənmədi. Yoldaşına dedim və yaxud da demədim. Fakt bu şey var. Bunu necə həll eləyək? Mən bunun üçün danışmaq istəyirəm sizdən. Bayaq dediyiniz məqamda problemi həll eləmək, yox, qaçmağa qaçmaq və başqa sinifə gedərkən eyni Eyni problemlərlə problemlə qarşı-qarşıya. gedirik zaten. Və 3 sinif, 4 sinif dəyişən ki, ailələr olur 1-ci sinifdə ki, mən oturmaq istəmirəm. Mən hər yer dəyişmədə yer dəyişmə eləyən ailələrlə rastlaşa bilirik biz. Və 4-cü sinifə gedəndə artıq valideyn tam sakit olur. Nə düşünür? Avtomatik düşünür ki, təbii ki, istisnalar var, olmayanlar da var. Düşünür ki, deyəcəklər ki, elə hər dəfə yeni sinif dəyişdi. Və artıq necə bir hal yaşayır? Özü də yaxşı mənada demirəm bunu. Özü də qırılır deyə geri addım atmağa məcbur qalır. Amma mübarizə aparsaydı, o geri addım atmağa məcbur qalmayacaqdı. Çünki unutmayaq ki, qarşımızdakı da insandır, qarşımızdakı da müəllimdir. Biz müəllim də unutmamalıyıq ki, o da anadır, biz bilmirik o evdə nələr yaşayır, onun yoldaşı ilə münasibəti necədir, o hansı problemlərlə boğuşur bu dəqiqə. Biz də istəyirik ki, müəllim də bilmirik hansı problemlərlə yaşayır. Və bir sağlam bir şagird ortaya çıxarmaq istəyiriksə əgər bir-birimizi yalnız və yalnız anlamalıyıq, başa düşməliyik və bir yerdə addım atmalıyıq. Doğrudur. Təşəkkür edirik Tərənə xanım. Bütün suallarımıza cavab verdiniz. Çox maraqlı oldu mənim üçün. Həm sizi əyani tanıdım, həm bir çox suallarıma cavab aldım. Təşəkkür edirəm. Çox sağ olun dəyərli vaxtınız Siz sağ üçün. olun, Fikirləşirəm mən ki, təşəkkür edirəm. bu yeni tədris ilində çox lazımlı məlumatlar verdiniz biz valideynlərə. Dəstək olacaq bu bizə. Bununla da yəni bu məsləhətlərlə də irəliləş edərik. İnşallah. Bugün inklüziv təhsildən danışdıq. Yeni tədris ilində, məktəb ilində hər kəsə uğurlar arzu edirik. Həm valideynlərə, həm şagirdlərə, həm də müəllimlərə bol səbir, uğurlar arzu edirik. Uğurlar olsun sizə. Sevgi və uğur arzu edirik sizə.